Bugün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç yola salınıb. 179 nəfərdən ibarət 54 ailə yeni tikilmiş yaşayış masivində mənzillərlə təmin edilib. Artıq doğma kəndə çatan ailələrə evlərin açarları təqdim edilib. Suqovuşan kəndi fasiləsiz elektrik enerji, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Eləcə də yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Xatırladaq ki, indiyədək Ağdərə rayonunun Suqovuşan kəndinə 4 köç karvanı olub. Kənddə ümumilikdə 180 ailə məskunlaşıb. Bugün çox şükür Suqovuşandan yeni evlə təmin olunuruq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzuluyuram. Devlətimizi qorusun, prezidentimizə Allah can sağlığı versin. Şükür bugünə, inşallah yaxşı olar. Vətənə gedirik, vətənə sevinçlə gedirik. Oğlum, gəlinim, nəvəmlə gedirəm. Çox otaqlı ev qismət olur.